Mənim adım Axundzadə Elnuroğlu. Natra gəmisinin elektrikiyəm. Baş verən olaylarla bağlı necə oldu? Gəmidə 12 nəfər heyət idik. Allah ölənlərə rəhmət eləsin. Ailələrinə səbir dilirəm. 2 nəfər bizdən rəhmətə getdi. Əhədov Rəcəb, gəminin kapitanı və Əliyev Məhəmməd, gəminin 3-cü kapitanı. Bir də Allah rəhmət eləsin. İnşallah Allahın köməkliyi ilə bugün nəşləri ailələrinə çatdırılacaq. 12 nəfər heyət idik. Mən 8-dən 5 vaxtda işləyirdim. Yəni səhər saat 8-dən 17:00-a. Vaxtdan çıxmışdıq. Hamı öz işində, gücündə idi. Söhbət, zat, yəni bu şeyləri eləyirdik. Hamı dağılışdı, saat 10-11 olardı. Mən də uzanmışdım, yatmışdım elə, daha doğrusu. Saat 12, 1-ə 5 dəqiqə işləmiş. Bir vızıltı səsinə ayıldım. Birinci, yəni elə fikirləşdim ki, katerdir. Katerdir, yəni polis katerlərdir, nəzarət edirlər. Çünki bilirdi, yəni o gəmilər həmin ərazidə olanda yəni qoruma altında falan olur. Birinci elə hiss elədim. Sonra pəncərədən baxanda gördüm, heç bir şey görmürəm. Heç bir şey görmürəm. Sonra vızıltını bir də eşitdim. Bir anda ayıldım ki, yəni zərbədən mən tullandım. Tez əynimizi, başımızı geyindik. Çöldən qışqırdılar ki, gəmi dronla vuruldu. Hamı aşağıda toplaşsın. Sağ olsun bizim ikinci kapitanımız Kamran adı. Mexanikimiz vardı, Sarılı Nicat idi. Baş mühendisimiz Primo Veldar idi. Sağ olsunlar, yəni bizləri bir araya toplayıb özümüzü itirmədik, yəni. Hamımızın topladığı 10 nəfəri, daha doğrusu saydıq, gördük 10 nəfəri, 2 nəfəri yoxdur yəni aramızda. Artıq bildik kimlərdir. Təhvil təslim vaxtı idi sözünün açığı. Çünki 12-də təhvil təslim alırdılar. Bizim gəminin kapitanından 3-cü kapitan təhvil alan vaxtı idi. Biz artıq bizim körpü üstü, gəminin körpü üstü, kapitan körpüsü darmadağın idi. Artıq birinci zərbə sağ tərəfdən oldu. Biz səs qışqırdıq, elədik, adlarını çağırdıq. Heç bir səs yoxdur, səs verilmir. Birinci elə fikirləşdik ki, bəlkə də zədə alıblar, yəni, tapa bilmir yolları. Amma heç bir nəticə yoxdur. Biz yuxarı çıxanda bizim mexanikimiz artıq dedik, birinci axtarışa çıxanda kim gəlir? Bizdə Bosman vardı, Ağacanov Vahid idi. Mexaniklə ya çıxay, səs soraq eləyək də. Biz də çıxanda mən də getdim, dedim gəlirəm. Mexanik mənə qoymadı, dedi cavanlar gəlməsin, aşağıda qalın, bir yerdə qalın. Mən də bunların arxasıca çıxmaq istirdim. Bir də gördüm ki, artıq dedilər ki, az dron səsi gəlir yenə. Özümüzü oradan atdıq aşağıya. Artıq ikinci zərbəni vuruldu gəminin sol tərəfindən. Yəni kapitan körpüsünün sol tərəfindən zərbəni indirdilər. Artıq ümidlərimiz üzülmüşdü. O həyatda qalanlara ümid edirdik ki, bəlkə yaşayırlar. Ümidlərimiz üzülmüşdü. Amma səs, çağırırıq, qışqırırıq, heç bir nəticə yoxdur. Yəni ölüb, qalıb bunu da bilmirik. Yəni bir nəticə yoxdur, heç bir nəticə. Biz aşağıda olanda artıq birdən yadıma düşdü ki, bizim gəmilərin işıqları falan hamısı sönmüşdü. Gəmidə heç bir işıq zadı yoxdur. Dumanlıq vardı 3-cü mərtəbədə. Mən də 3-cü mərtəbədə qalıram. Kapitan körpüsü ilə üzbəyüz qalırdı. Mənim otağım, kayutum. Oradan aşağı düşmüşdük. Bir təhər qaranlıq idi. Nəysə, mən aşağıda artıq heyəti yığanda, aşağıda olanda birdən yadıma düşdü. Bizim baş mühəndis Primo Veldar. Ona dedim ki, bəzi generatorlar işlək vəziyyətdədir. Gəmidə gərginlik təhlükəli ola bilər. Gəmi deşilibsə. Çünki sağ qalanlar qalıb. Heç olmasa gəmiyə su dolsa, gərginlik bizi öldürməz. Sağ olsun baş mühəndislə biz aşağı düşdük. Gəmidə nə qədər bizim mərkəzi idarə etmə sistemi var, maşın şöbəmizdə. Gəminin gərginlik şəbəkəsi oradan gedir, bütün yerə. Oradan başladıq avtomatları endirməyə. Mən də getdim generatorları söndürməyə. Artıq demək olar, generatorlar belə normal, amma şitləri yerindən çıxmışdı, hamısı yerlərə tökülmüşdü. Bir də hər söndürüb eləyə bildik. Yəni, generatorun da dayanmağından əmin olmaq istədim ki, tam dayansın. Tələm-tələsiyə düşüb, yəni birdən işlək vəziyyətdə qalar, yenə də təhlükə ola bilər.
Əmin oldum, artıq generator otağından çıxıb yuxarı çıxmaq istəyirdi ki, 3-cü zərbəni artıq vurdular. Gəminin arxa tərəfindən, sükan idarə etmə bölməsindən zərbəni vurdular. Orada yıxıldıq yerə. Orada yıxıldıq yerə ümidimiz, sağ çıxmaq ümidimiz yox. Dedik ki, artıq 3 zərbə vurulub. Bu gəmini deyəsən partlatmaq, batırmaq səbəbidir. Çünki bu, necə deyim, elə belə adi bir şey deyil. Yəni sırf gəminin yaşayış yerinə zərbələr endirmək. Çıxdıq yuxarı, bizim ikinci kapitanımız Kamran rasiya cihazı birini tapdı. Əlaqəyə keçmək istəyirdi ki, Rusiya tərəfidir deyə, Rus dilində, yəni gəmiləri, yaxın gəmiləri həyəcan sos siqnalına çağırmaq istəyirdi. Rasiyanı elə açanda, çağırmaq istəyəndə bir zərbəni daha da indirdilər. Körpü üstündən yenə də. Yəni 4-cü zərbə. Körpü üstündən yenə indirildi. Artıq hamımız bilmirdi nə idi. Bir dar bir koridorda yığışmışıq. Nəfəs daralır, tüstü, işıqlar yoxdur. Bir fənərimiz vardı, zaretkası da o da qurtarır. Yəni bir hərəkət eləməyə, yəni bir şey eləyə bilmir. Həyəcandan yaxşı ki, yenə çoxumuz özümüzü itirmədik. Birlik oldu, gəminin birliyi sayəsində çox sağ olsunlar, Allah hamıdan razı olsun. Yenə də Allah ölənlərə rəhmət eləsin. Ağır bir acı. Səhərə yaxın saat hardasa 4 olardı ki, biz artıq elə bil əmin olduq ki, yəni deyəsən zərbələr kəsildi. Çünki çölə çıxmaq olmur dronların səsindən. Qızıltı hər yerdədir. Yəni, hamı ona görə çəkinir ki, yəni çıxsaq biləcəklər, yenə vurulacaq. Hamımız gəmidə aşağıda yəni, sağ qalmaq üçün sağ olsun bizim ikinci kapitan artıq bizi toplayıb məsləhət verirdi ki, yəni itirdiyimizi artıq itirmişiksə, heç olmasa biz sağ qalaq. Biz sağ qalaq, sağ qalmağa çalışaq. Ara məsafələri buraxırdıq ki, bir yerdə topalanmırdı ki, birdən yəni zərbə gələndə hamımız ölmür. Heç olmasa sağ qalanlar olsun aramızda. Səhər açılana yaxın saat 4 olardı. 5-ci artıq zərbə gəldi. Yenə sükan idarə etməsindən, gəminin arxa tərəfindən vuruldu. Ümumi 3 zərbə körpü üstündən, 2 zərbə arxa tərəfdən, gəminin sükan idarə etmə tərəfindən vuruldu. Yəni o axırıncı arxa tərəfdən vurulan 2 zərbə gəmini batırmaq səbəbi. Gəmini batırmaq səbəbi idi. Baş mühəndis məni göndərdi, dedi, gəmiyə su dolub dolmamağını bilmək lazımdır. Gəmiyə su dolur ya yox. Gecə idi deyə səhər hələ açılmamışdı. Sükan idarə etmə bölməsinə düşdüm. Şırıltı səsi eşidirəm. Su tökülür gəmiyə. Amma bilmirəm hardan gəlir. Çünki qaranlıqdır, heç bir fənərlə də baxıram, fənər də yaxşı göstərmir. Zaretkası qurtarır. Yəni, şırıltı səsi eşidirəm, bilmirəm amma. Gəmiyə su dolduğunu bilirəm, amma bilmirəm hardan dolur. Çıxdım, dedim ki, bəs gəmiyə su gəlir, amma hardan su gəldiyini əmin deyiləm. Bilmirəm hardan su gəlir. Artıq 5-ci zərbə vuruldu, yəni həmin andan sonra sakitləşməyə doğru başladı. Səhərin tam açılmağını gözlərdi ki, öz cəsədlərimizi orada buraxmaq istəmirdik, axtarmaq istəyirdik. Səhərin artıq demək olar gün çıxandan sonra biz çölə çıxdıq hava almaq üçün. Çünki artıq hava da problem idi. Dar bir yerdə qalmışdıq 10 nəfər. Səhər açılandan sonra sağ olsunlar bizim mexanik, gəminin ikinci mexaniki Sarılı Nicat, Ağazanov Vahid nəşləri axtarmağa çalışırdılar. Tapa bilmirdi yenə. Biraz ümid edir bəlkə də partlayışdan suya da düşüblər. Sağ olsunlar, yəni çıxdılar, tapa bildilər. Cəsədlərin birini tapdılar. Əliyev Məhəmmədi. Artıq onu tapmış, amma bizim gəminin kapitanını yenə tapa bilmirik. Allah rəhmət eləsin. Sonradan biraz 1-2 saat keçəndən sonra da yenə axtarışdayıq. Çünki gəmi darmadağındır. Bir sağlam bir yeri yoxdur. Dəmirlər üst-üstə tökülür. Biraz axtarış eləyəndən sonra gəminin kapitanını da tapdıq. Bir acınacaqlı durumdaydı. Açıqlamayı tam istəmirəm. Artıq gördük vəziyyəti, özümüzü itirmişik, psixoloji durum demək oları yoxdur. Cəsədləri özümüz çıxartdıq gəmidən. Öz heyətimiz çıxartdı gəmidən. Sağ olsunlar, hamımız əl birliyi elədi. Hani ürək elədi onu şey eləməyə. Cəsədləri çıxartdıq. Artıq xəbər gözləyirdik ki, hani gəmiyə
hansısa bir gəmi yaxınlaşsın, kater yəni xəbər bilən olsun ki, bizi xilas etmək üçün. Çünki gəmidə qalmaq üçün artıq təhlükəli idi. Yəni, gündüz də yəni vurula bilərdi. Sadəcə gündüz biraz azalırlar. Gecə vaxtı hərəkətə keçirdilər ki, yəni hamısını yatan vaxtı gəmi də bizdə idarə etməkdir, boş gəmi idi. Quru yük üçün Rostova gedirdik. Yükümüzü oradan almalıydıq. Türkiyəyə geri dönməliydik. Belə oldu. Natra gəmisi idi. Bizim şirkətdə Natra Shipping Ltd idi. Yəni əsas şirkət, biz kontraktda da ona imza çəkmişdik. Gəmimizin kirayələməsini FM dənizcilik eləyirdi. FM dənizcilik eləyirdi. Bizi nəysə Rusiyada Rus katerləri gəldi, bizi xilas elədilər, sağ olsunlar. Cəsədləri bir katerə, sağ qalanlar da bir katerə yığılıb bizi Rusiyanın Yeysk şəhərinə apardılar, limanına. Bizi orada topladılar, otellə təmin elədilər. Xəbər gözləyirik ki, bizi nə vaxt Azərbaycana göndərmələri bağlı arada Sirkon gəmisinin heyəti də gəlmişdi artıq. Çünki gecə saatları bizim gəmini birinci vurdular. 00:05:10 radaları olardı, vuruldu. Dronlar arası məsafədə yarım saat falan olardı. Çünki adam tam dəqiq bilmir həmin anda. Yəni bu məsafələr arası olardı. Saat 01:45-də, 01:50-də də, yəni elə deyilənə görə Sirkon gəmisi artıq vuruldu. 2 dron zərbəsində gəmi yandı. Onların da Allah rəhmət eləsin, 2 rəhmətə gedəni oldu. Gəminin kapitanı ilə gəminin baş mühəndisi. Birinci itkin yardım edənlər Rus gəmiləri və Rus katerləri xəbər göndərildi onlara. Cəsədi hamımız özləri dedi ki, bu sizin işiniz deyil. Ruslara özünə şok gəldi ki, bu cəsədləri necə çıxartmısınız? Yəni xüsusi təyinatlı bölmələr gəlib cəsədləri çıxartmalı idi dəmirlərin altından. Özləri şokdaydı. Biz onlara dedik ki, yəni biz öz həmvətənlərimizi heç yerdə buraxmarıq. Onlar bizim ölənlərimizdir. Onlar özləri inanmırdı ki, biz cəsədləri necə oradan götürmüşük, özümüz çıxartmışıq. Vətən müharibəsində iştirak etmişdiniz? Xeyr, mən anti-terrorda olmuşdum. Yəni 44 günlük vətən müharibəsində xeyr. Cəsədləri elə verdik katerlərə, kömək elədilər, qoydular. Biz də getdik Yeysk şəhərində bizi yerləşdirdilər. Şirkətimizdən heç bir xəbəri yoxdur. Nə maraqlanır, halbuki bilir, çünki göndərmişlər katerləri. Yenə də sağ olsunlar, yəni heç olmasa bizi çıxartmağa. Çünki gəmidə qalmağımız təhlükə idi. Həyəcan hamısını götürmüşdü. Stres, psixoloji durumu çox pis vəziyyətdə idi. Sirkon gəmisində olan Azərbaycanlıların demək olar sənədləri hamısı yanmışdı. Xarici pasportları, çünki gəliş barədə heç bir pasport, sənədləri heç birinin yoxdur. Telefonları, cihazları hamısında yoxdur. Bizdə də itənlər oldu. Gəmidə qalanlar, telefonlar, cihazlar bəzilərində. Amma sənədlərimizi çıxarda bildik biz. Biraz zirəkçilik edib sənədlərimizi çıxarda bildik. Amma sağ olsun səfirli, yəni gəlib bir günün içində demək olar hamısını həll eləməyə çalışdı. Sənədləri hamısını yoluna qoydu. Bizi Azərbaycana göndərmək barəsində, oteldə yerləşmək, hamısından əlindən gələn bütün köməkləri, yəni şirkətimizlə belə hətta danışdı ki, yəni niyə bunları yəni bu vəziyyətdə qoymusunuz? Yəni şirkətdən heç bir cavab yoxdur. Agentlik gəmimiz vurulub, 2 rəhmətə gedənimiz var. Agentimizə zəng eləyirik, şirkətimizə zəng eləyirik. Bir ki 6 bazardır, biz işləmirik. O biri şirkətin heyəti, yəni yenə onlarda Cunda şirkəti idi. Sağ olsun, öz heyəti üçün hər şey elədi. Paltarlarına, telefonlarına kimi alıb gətirdilər elə həmin günün içində. Bizimkidir, bizim şirkət, yəni FM dənizcilik, Natra Shipping, 1-2-6 bazardır, biz işləmirik. Bizə bir köpük belə pul verilmədi heç gələndə. Yəni biz Cunda heyətinin sayəsində gəlmişik, sağ olsunlar. Onlar həmin o marşrutu tutdular, hərəkət sayında quru yollarla gəlsin. Allah prezidentimizdən də razı olsun. Yəni quru yollar bağlı olduğu halda bizə görə açıldı. Quru yollarla hərəkət elədik. Yəni çox acınacaqlı durumdur.